Hə, köhnələr. Sabahınız xeyir olsun. İndi keçirdim elə təzə pirin yanından. Birdən belə şuluq-şuluq fikirlər gəldi mənim başıma. Oturdum bir xronometraj formasında fikirləşirəm ki, ay Allah. Görəsən bax, bu mən yaşadığım müddətdə, mən eşitdiyim müddətdə neçə dənə, neçə ədəd, neçə nəfər Roma papası dəyişib. Bir-birində hesablayıram. Mən uşaq olanda yadımdadır var idi, İoan Pavel II idi, səhv eləmirəmsə. Sonra bu öldü getdi, dalıcan gəldi, canım üstə düşsün, Benedikt. Benedikt neçinci idi yadımda dögür, amma Benedikt var idi 100%. Sonra o da öldü getdi. Dalıcan gəldi Fransisk. Neçincisə. Sonra yadımdadır Fransisk de öldü. Hele bu yaxınlarda bir dənə papa seçildi Romada. Onun da adı Lev. Onlarda da hamısı neçincisə gedirdi. 11-cidir bu, yoxsa 12-cidir. Yəni bunların neslində o qədər o adlı adamlar olub da. Mən də fikirləşirəm ki, deyirəm ay maşallah. Deyirlər nə bilim İtaliya belədir, hələdir, yaşayası yerdə. Hələ yaşayası yer Azərbaycandır. Görün, 1980-ci ildən Allah bizim Şeyxülislam'a can sağlığı versin. O gün olsun 5-ci papanı yola salsın. Maşallah deyirəm 4 dənə papanı yola salıb. Özü də ki hələ cağbacaq sağdır. Ne diyeyim valla, Allah'ın işine bax da. Həmçində onu deyim ki, onda elə çıxır ki hələ ən yaşayası yer. Bax belə bomba yer. Şəfalı yer. Sən demə Azərbaycandır. Yoxsa Azərbaycan olmasaydı bu necə olur ki? Papalar partına dünyalarda değişirlər. Üstə isə maşallah bizim şeyhimiz top kimidir. Allah bir de ona can sağlığı versin. Qəlbdən qəlbə. Bu qədər.